Salam olsun bizim kanalı izleyen hər bir kəsə. Bu dəfə də mən sizin qarşınıza yeni bir turla gəldim. Hiking turudur. Turumuzun adı Qax Qoçyataq turudur. Və bu gördüyünüz kimi biz Qaxın İlisu kəndindəyik. Artıq İlisu kəndinə çatmışıq. Üzü Ramramay şəlaləsinə gedən yoldur. Bu gördüyünüz dağların arası ilə isə biz Qax hamamlara gedən yoldur. Və bu turun mahiyyəti barədə sizə məlumat vermək istəyirəm. Biz artıq gecə saat 12-1 arası Bakıdan çıxdıq və səhər saatlarında 6 saatlıq yoldan sonra biz Qaxın İlisu kəndinə çatmışıq. Artıq bizim belə deyim, Ural Zil maşınımız gəlib. Biz bu maşınla çayın mənsəbi ilə gedəcəyik üzü hamamlara doğru. Və bir kilometrə yaxın maşınla getdikdən sonra biz düşüb ayaqla 6 kilometr məsafə hamamlardan sonra Qoçyataq və Şahverdi şəlaləsinə gedəcəyik. Turun ümumi uzunluğu 7 kilometr olacaq. 7 kilometr gediş, 7 kilometr dönüş. Və çalışacağım sizə gözəl mənzərələr göstərim, gözəl mənzərələrlə tanış eləyim. Neçə illərdir bu mənim arzum idi. Hamamlar, Qoçyataq, Şahverdi şəlaləsinə gəlmək. Artıq inşallah bu gün biz bunu reallaşdıraq. Və inşallah izləmədə qalın. Kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Deməli 30-35 dəqiqə çay mənsəbi ilə bu maşınla gəldikdən sonra düşürük və hazırda çayı birinci dəfə buradan keçirik. Gördüyünüz kimi və yola davam edirik. İzləmədə qalın. İzləyicilər, maşından düşəndən sonra ilk dayanacağımız hamamlar olacaq. Qax İlisu hamamlar deyilən yerdir. Orada ilin hər fəslində girib çimə bilərsiniz. Mənim də ilk səfərimdir. Və hamamlardan sonra Qoçyataq və Şahverdi şəlalələri olacaq. Gördüyünüz kimi hələ ki yürüyüşümüz davam edir. Kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Bununla mənə xırda bir dəstək olarsınız. Bu mənim üçün böyük bir şeydir. İzləmədə qalın. Və gördüyünüz kimi üzü hamamlara gedəndə ilk dayanacağımız bura oldu. Burada paltarlarımızı, artıq əşyalarımızı qoyub yolumuza davam edəcəyik.
İzləmədə qalın. Nə tapdıq burada dələn? Meşə insan gəlib. O zəvət deyil. Yaxınlaşdıram bura. Ne yiyir? Çörək yiyir ha. Artıq səfərimizə davam edirik. Gördüyünüz bu belə deyim, gəlib burada siz kamp da eləyə bilərsiniz. Gördüyünüz kimi burada tonqal da yandırıblar. Burada qalmaq üçün şərait var. İstəyirsiniz sizi evin içi ilə tanış eləyim. Burada gördüyünüz kimi gecə qalmaq üçün otaq formasında, hətta odun sobası, çöldə oturma, piknik, manqal yeri və burada da əşyalarınızı qoymaq üçün yer. Və bu İlisu hamamlarına gedən yolun üzərindədir. İndi isə səfərimizə davam edirik. İzləmədə qalın. Və deməli, hələm hamama çatmamışıq, yolumuz davam edir və İlisu hamamlarına gedən yolda daha bir kiçik şəlalənin yanından keçirik. Gözəl görüntüdür. Kanalıma abunə olmağı, videoları izləməyi unutmayın. Və burada daha bir gözəllik. Xanım oraya qədər getdi. Bu Ləkit kəndində olan, elə Qaxan Ləkit kəndində olan Ləkit şəlaləsinə, Mamırı şəlaləsinə oxşuyur. Bu da nəhayət biz birinci istiqamət üzrə finiş nöqtəsinə gəldik, çatdıq. Bu gördüyünüz Qaxda İlisu hamamları deyilən hamamdır. Bu çayı keçməlisiniz. Çayı keçək və hamamın içi ilə də sizi tanış eləyəcəm. Və bu da gördüyünüz hamam. Burada gördüyünüz kimi əlimizi vuraq. Qaynar sudur. Yəni ilin hansı fəslində gəlsəz, burada çimə bilərsiniz. Yaşar!
Gözlə, gözlə, gözlə. Sən düş. O da aşağı, aşağı. Ver əlini. Əli ver, su işıkkəndir. Aşağı düş. Tənha pingvin. Allah güzel bir sayı bu da. Kaya canlar arkamaya. Sıkkama falan olsun zora. Kamera çekeyim. Hə, amma görmürəm nə tər çəkir, düz çəkir, belə çəkir. Ben görüyorum. Çekir üstü. Hayır çünkü böyle. Eşim gelmesin kardeş. Buraya eşim gelmez. Vallahi. Ne işimiz var? Bak kim otursun evimizde, eşimizde. Ne var burada? Olacak mı? Para veriyor. Zamanımızı. Benden özel. Buna yer yoktu. Saxlamışam belə. Sağ ol. Eyvallah. Sen de gel. Gəldim, mən keçdim. Mən keçdim. Gələ bilsin. Əziz izləyicilər, gördüyünüz kimi Qoçqatağa doğru gedirik və yollarımız belə yollardan keçir, sıldırımlı, qayalı, neçə dəfə çayı keçirik, çox çətin yollarla gedirik və bunu gəlmək istəyən şəxslər üçün çəkirəm ki, gəldikdə yəni təxmini buranın yollarını bilsinlər. Yəni də izləmədə qalın, kanala abunə olmağı, videolar bəyənməyi unutmayın. Belə sıldırımlıdır. Odur. Gəlmək istəyənlərə də deyirik, gəlməyin. Yəni yollar bu qədər çətindir.
Əziz izləyicilər, artıq Qoçyataq şəlaləsinə az qalıb. 50 metrdən sonra artıq Qoçyataq şəlaləsidir. Gördüyünüz kimi yollar necə çətindir. Bu qayadan dırmananlar kim, buradan dırmanan kim və ya çay yatağını keçib getməklə gedib həmin nöqtəyə çatmalıyıq. Yəni Qoçyataq turu bildiyiniz kimi heç də asan və ya orta deyil. Sırf çətin turdur. Gördüyünüz kimi Qoçyataq şəlaləsinə gedən yolda ən çətin nöqtələrdən biridir. Bu gördüyünüz yer dərini 1.20-1.30 verir. Ona görə də kəndirlə bu formada belə keçirik. Yəni çox möhtəşəm, çox gözəl mənzərələri var. Tura başlayandan çay yatağı ilə gəlir. Amma çox çətindir. Əziz izləyicilər, deməli biz nəhayət ikinci istiqamət üzrə Şahverdi şəlaləsinə çatdıq. Bu da bizim ikinci istiqamət üzrə finiş xəttimizdir. Qeyd edeyim ki, biz Qax rayonu İlisu kəndindən yürüşə başlamışıq. Birinci istiqamətimiz yolüstü hamamlar oldu. Video ətraflı baxsaz hamamlara da getdik, çəkdim oranı. Daha sonra hamamlardan 3-4 kilometr məsafədə Şahverdi şəlaləsidir və bundan sonra da Qoçyataq şəlaləsinə gedirik. Yollarını da özünüz izləyirsinizsə görəcəksiniz. Çətin marşrutlardır. Həm qayalıqlar, həm çayın içi, həm dağlıq yerlər. Lakin gəlib görməyə dəyər. Bu bizim ikinci istiqamət üzrə finiş xəttimizdir. Şahverdi şəlaləsi. 25-30 metr məsafədən axır. Çox gözəl mənzərələr var. Kanalıma abunə olmağı və videoları bəyənməyi unutmayın. İzləmədə qalın.